Hər birinizi xoş gördük, əziz bu videoya baxan şəxslər. Mən bu videoda İran və İsrail qarşıdurması, yəni bu müharibə haqqında ən xırda detallarına qədər sizə məlumat verməyə çalışacağam. Bu video nəinki dövlət qulluğu, test və ya müsahibə, eyni zamanda gömrük, vergi orqanlarına hazırlaşanların müsahibə mərhələsində verilənlərdən əlavə olaraq bu qarşıdurma haqqında məlumatı olmayan və ya kifayət qədər məlumatı olmayan şəxslərə düşünürəm ki, yardımcı olacaq bir video olacaq. Ona görə də kanala abunə olmağı unutmayın ki, bu tipli maraqlandırıcı videolar sizin qarşınıza çıxsın. Biz bu videoda nəyə baxacağıq? İranın ərazisi, əhalisi, məşğuliyyəti, İsrailin ərazisi, əhalisi, məşğuliyyəti, bu iki dövlət niyə qarşı durma, niyə müharibə içərisindədir, necə başladı, necə davam edir və ya ehtimal olunan necə yekunlaşacaq, bu barədə mən sizlərə məlumat təqdim edəcəm. Mənim lövhədə çəkəcəyim bu məlumatlar, xəritələr, ən xırda detallar, faizlər, rəqəmlər siz öz qeyd dəftərinizə yazmağı unutmayın. Və yaxud da ki, yanınızda qeyd dəftəri yoxdursa, elə ən lor dildə mən bunu akşam sizə lor dildə izah edəcəm. Mən bu videonu çəkməkdə məqsədim həm İran və İsrail qarşıdurması haqqında kifayət qədər məlumatınızın olmasını istəyirəm. Həm də ki, bilirəm ki, siz bir çox mənbələrdən bu qarşıdurmayı izləyirsiniz. Lakin bu qarşıdurma daha çox elmi dildə səsləndiyinə görə bir çox halları başa düşmürsünüz. Məsələn, niyə başladı və yaxud da ki, necə davam edir və necə yekunlaşacaq? Burada məsələ nədir, nəyin üstündədir bu məsələlər? Mən bu məsələlərin hər birisini lor dildə, yəni ki, sizin belə deyək də daha rahat şəkildə başa düşəcəyiniz şəkildə izah edəcəm. İlisə gəlin vaxt itirmədən başlayaq. Mən birinci başlamaq istəyirəm İran haqqında. Deməli, 2020-ci ildə İranın əhalisi 84 milyon idi. Bu göstərici 2025-ci ildə artıq 91 milyona yaxındır. Bəzi mənbələrə görə İranda yaşayan Azərbaycanlılar sayı nə qədərdir? Bu da aktual olan bir məsələdir. Bir çox insanlar elə başa düşür ki, İranda yaşayan Azərbaycanlıların sayı 40 milyon, 50 milyon və ya 30 milyondur. Mən sizə bir şey deyim ki, İran statistikasına görə etnik statistik məlumatları açıqlamır. Bir daha təkrar edirəm. İran etnik statistikasını açıqlamır. Buradan belə başa düşə bilərik ki, beynəlxalq statistik məlumatların araşdırmalarına görə İranda yaşayan Azərbaycanlıların təxminən sayı 18-22 milyon arasında dəyişir. Milyon arasında dəyişir. Bundan əlavə olaraq da İranın ərazisi 1 milyon 648 min 195 kvadrat kilometrdən ibarətdir. Yadda saxlaya bilirsinizmi? İranın baş naziri üzr istəyirəm, İranın ali lideri Əli Xamneyidir. İranın prezidenti isə Məsud Pezeşkiyandır. Deməli, biz bura qədər hansı məlumatları öyrəndik? Bu video ola bilsin ki, biraz uzun olacaq. Yenə deyirəm, hələ İran haqqında məlumat verirəm. Daha sonra keçəcəm İsrail haqqında. Daha sonra qarşıdurmanın başlamasının səbəbləri və xəritələrdən ən xırda detallara qədər sizə izah edəcəm. Ona görə də səbirlə sonuna qədər dinləməyi unutmayın. Biz burada öyrəndik ki, İranın 2020-ci ildə, 2025-ci ildəki əhalisi və Azərbaycanlıların sayı təxminən, ərazisi nə qədərdir? Ali lider Əli Xamneyni, prezidenti Məsud Pezeşkiyandır. Prezident Məsud Pezeşkiyan İranın 9-cu prezidentidir. Bəs əgər biz öyrənmək istəyiriksə, İranın əvvəlki prezidentləri kimdir? O zaman biz tarixə baxmalıyıq. Yəni ki, 2021-ci ildən 2024-cü ilə qədər İranın prezidenti İbrahim Rəisi idi. İbrahim Rəisi idi. Və 2013-cü ildən 2021-ci ilə qədər isə İranın prezidenti Həsən Ruhani idi. 2005-ci ildən 2013-cü ilə qədər İranın prezidenti Mahmud Əhməd idi. Və 1997-ci ildən 2005-ci ilə qədər də İranın prezidenti
xatəmi olmuşdur. Deməli, bunlar öyrəndikdən sonra artıq biz keçə bilərik İsrail tərəfə. İsrail tərəfdə biz öyrənə bilərik ki, İsrailin baş naziri Benyamin Netanyahu'dur. İsrailin prezidenti isə İshak Herzog'dur. İsrailin əhalisinin sayı 9,7 milyondur. İsrailin ərazisi isə 22,45 kvadrat kilometrdir. Fərqi görürsünüzmü? İranın ərazisinin sayı, İsrailin ərazisinin sayı, İranın əhalisi və İsrailin ərazisi. Bəli, bu qədər böyük bir dövlət, bu qədər bir kiçik bir dövlətlə münaqişə içərisindədir. Hələ ki biz yeni başlamışıq və biz bu müharibə haqqında kifayət qədər məlumatları öyrənəcəyik. Bundan əlavə olaraq biz bu məlumatları öyrəndikdən sonra digər məqamlara baxa bilərik. Digər məqamlar nədən ibarətdir? Bu münaqişə niyə başladı? İran İslam Respublikası ilə İsrail arasındakı bu qarşıdurmanın yaranma səbəbləri nədir? Biz bunu əgər bir səbəbə bağlasaq, o zaman yanlarıq. Bunun bir neçə səbəbi vardır. İcazənizlə bunun hər birisini sizə izah etmək istəyirəm. Bilirsiniz ki, İsrail Fələstin münaqişəsi davam edir. Düzdür, bizim əsas mövzumuz İsrail-İran qarşıdurmasıdır, yəni münaqişəsidir. Lakin bu münaqişəyə başlamasının səbəblərindən biri nədir? Mən ora gəlirəm. İsrail-Fələstin münaqişəsidir. İsrail ilə Fələstin arasında münaqişənin başlamasını bir çoxlarımız bilmirik. Bu səbəb nədən ibarətdir? Mən sizə deyim. Deməli, İsrail ilə Fələstin arasında qarşıdurmanın əsas məqsədi Fələstində yerləşən bir bölgə var ki, bu bölgə üzərində İsrail həmin bölgənin ələ keçirmək və yaxud da ki, həmin qruplaşmanı yox eləmək istəyir. Bu nədir? Deməli, Fələstinin bir bölgəsi Qəzza bölgəsidir. Qəzza bölgəsi və Qəzza bölgəsində təxminən 2 milyon insan yaşayır. 2 milyon insan yaşayır və bu 2 milyon insan içərisindən 75%-dən daha çoxsu 25 yaş altıdır. 25 yaş altıdır. Doğrudurmu? Bundan əlavə olaraq, bax, bu İsrail Qəzzada ələ keçirmək və yaxud da ki, oranı yox etmək məqsədi ilə Qəzzaya raketlər və eyni zamanda digər hərbi texnikalarını yeridir. Lakin biz burada diqqət yetirməliyik nəyə? İsrail həmişə deyir ki, mən Qəzzada insanları öldürmək yox, Qəzzada olan Həmas qruplaşdırmasını mən yekun vurmaq istəyirəm onların fəaliyyətinə. Həmas nədir? Həmas Fələstinin silahlı qruplaşmasıdır və əsasən Qəzzadan əhalisindən ibarət bir silahlı bir qruplaşmadır. İsrail Həması yox etmək məqsədi ilə Fələstinlə münaqişə içərisindədir. Və bu zamanda Qəzza bu münaqişənin ən başlıca belə deyək də zərər görən şəhərlərindən biridir. Bir daha təkrarlamaq istəyirəm sizə. İsrail Həmas ilə qarşıdurmadadır. Həmas Qəzzada olan bir silahlı qruplaşmadır. Hansı ki, İsrailə qarşı mübarizə həyata keçirir. Və bu qarşıdurma zamanı Qəzzada kifayət qədər uşaqlar, günahsız şəxslər qətlə yetirilir. Mən sözü nəyə gətirəcəm? Sözü ora gətirirəm ki, İran İslam Respublikası bu Həmas qruplaşmasına hər hansısa bir texnika, silah və yaxud da ki, digər köməkliklər göstərir. İsrail isə İranın bu kömək göstərməsinə bir növ qıcıq olur və onun kömək göstərilməməsini tələb edir. Bu münaqişənin başlamasının bir səbəbidir İsrail ilə İran arasında. İkinci səbəb isə biz ona qeyd edə bilərik ki, İsrail İranda olan nüvə redaktorlarının, nüvə məkanlarının və yaxud da ki, nüvənin istehsalının dayandırılmasını tələb edir. Bunun tələb etməsinin bir səbəbi özünün təhlükəsizliyini istəməsini irəli gəlir və düşünür ki, İran əgər nüvə istehsalını davam edərsə və ya nüvəyə sahib olarsa, özü həmin ərazidə
gələcəyinə dair təhdid hesab etdiyinə görə İranla bu münaqişəni girmək məcburiyyətinə qaldı. Və bu münaqişə necə başladı? İstəyirəm ki, sizə o barədə məlumat verəm. Münaqişə 13 iyun tarixində 13 iyun 2005 tarixində İsrail İranın şimal bölgəsində yerləşən bir nüvə məkanına raket atışı nəticəsində bu münaqişə başlamışdır. Və İran da buna qarşı olaraq həmin günü İsrailə qarşı həm raket, həm də dronlarla hücum etmişdir. Və 13 iyun tarixindən bugünkü günə qədər də məhz bu səbəbdən münaqişə başlamışdır. Əgər soruşsanız ki, bəs bu İran İsrailin şimalında yerləşən hansı bölgəsinə raket atış tutmuşdur? Bu İranın şimalında yerləşən Natanz bölgəsidir. Natanz bölgəsinə raket atışını tutmuşdur. Buna əlavə olaraq da biz artıq bu münaqişənin başlanmasını gördük. Münaqişə başlandıqdan sonra artıq bugünkü günə qədər rəsmi məlumatlara görə İranın 657 şəxsi ölmüşdür, 2000-dən çox yaralısı vardır. İsrailin isə 24 ölü və eyni zamanda 300-dən çox yaralı mövcuddur. Buna əlavə olaraq da biz qeyd edə bilərik ki, bu münaqişə zamanı İranın bir çox generalları öldürülmüşdür. Bunlar kimlərdir? Bunların adlarını istəyirsinizsə biz çəkə bilərik. Bunların baxa bilərik. Məhəmməd Baqiri, Hüseyin Səlami və Əli Şadmani. Bunlar İran generallarıdır. İran generalları bəs bu münaqişə nəticəsində vəfat etmiş ən yüksək vəzifəli şəxslərdən bir neçəsinin biz adını çəkdik. Və bu münaqişə hələ də davam edir. İran İsrail isə İrana qarşı raket atışlarını və eyni zamanda uzun mənzilli silahlarla ateşə tutur. Və bu ateş zamanı mülki şəxslər, binalar və evlər zərər görür və mülki şəxslərin əksəriyyətdə həlak olurlar. Sual verə bilərsiniz ki, nəyə görə İranla İsrail arasındakı ancaq havadan bir-birlərinə raket atışı tuturlar? Mən birazdan sonra xəritə çəkəcəm və bu xəritə görəcəksiniz ki, İranla İsrail quru sərhəddi mövcud deyil. Onların arasında 2 və 3 ölkə vardır. Ancaq raket atışı ilə bir-birlərini sustururlar. İndi biz burada digər məqamlara diqqət yetirdikdən sonra gəlib baxacağım, sizə bir maraqlı bir fakt demək istəyirəm. Bu maraqlı fakt nədən ibarətdir? 13 iyun 2005 yazmışam mən bura. 13 iyun 2025. 13 iyun 2025-ci ildə İsrailin İranın şimalında yerləşən Natanz bölgəsinə raket atışı nəticəsindən sonra bu İrana qarşı 1988-ci illərdə İran-İraq müharibəsindən sonra ilk silahlı münaqişə idi. Biraz qarşı səslənə bilər, bir daha deyirəm. 13 iyun 2025-ci ildə İsrailin İrana qarşı atdığı bu silah 1988-ci ildə İran-İraq müharibəsindən sonra İrana qarşı edilən ilk hücum idi. Bunu bir məlumat üçün istəyirəm ki, yadda saxlayasınız. Bunları bildikdən sonra mən istəyirəm ki, xəritədə bunları sizə aydın şəkildə izah edeyim, əziz yoldaşlar. Və siz də bunları ətraflı şəkildə başa düşəsiniz. Düzdür, tarix müəllimi deyiləm, amma yenə də çalışacağam ki, nə tarix, nə coğrafiya müəllimi deyiləm, amma çalışacağam ki, xəritələri sizə dünya xəritəsində olduğu kimi çəkim və mən sizə bu barədə məlumatı deməli göstərdim ki, onlar arasındakı məsafə nə yerdədir. Bu İrandır. Bu isə İsraildir. Bu dənizdir. İsrail dənizə söykənir bir növ. Aralıq dənizidir. Soruşsanız ki, hansı dənizdir? Aralıq dənizdir.
Biz dedik ki İran ərazisində boydadır və İsrail ərazisinə qədərdir. Biz bir daha diqqət edək. İranın ərazisi 1.648.000 kvadrat kilometrdir. İsrail isə 22,145 kvadrat kilometrdən ibarətdir. Və bunların arasında bir çox ölkələr var ki, məsələn bunlardan biri Suriyadır, Livandır ki, bunlar arasındakı ölkələr təşkil edir. Ona görə bunlar quru sərhəd deyirlər. Və bunlar bir-birinə raket atırlar. Və bu raket atışları 100-1300 kilometr arası dəyişir. Ümumiyyətlə bu biz xəritədən baxanda, yəni müstəvi şəkildə yuxarıdan baxdıqda İsraillə İran arasındakı məsafə havadan 1200 kilometr olduğunu fərqinə vara bilərik. 1200 kilometr olduğunu fərqinə baxa bilərik. Və burada biz ən çox nəyə diqqət edə bilərik? Biz ən çox diqqət edə bilərik İsrail İranın raket atışlarını ən çox şimal bölgəsindən həyata keçirir. Şimal bölgəsindən həyata keçirdiyinə görə Suriya, Livan üzərindən və eyni zamanda İraq da yuxarıda olduğuna görə, əgər bir İsrail İrana raket atışı atırsa, biz bu raket atışını əgər İraqda, Suriyada və Livanda yaşayırıqsa, bu raket atışını biz aydın şəkildə görə bilərik. Çünki bu raket atışları bizim üzərimizdən keçərək qarşı tərəfə gedir. Anlayırsınızmı? Əgər İsrail cənubdan İranı vursaydı, bu üç dövlət heç birisi raket atışını görmə imkanı olmazdı. Və İran da şimal bölgəsindən ən çox İsrail hədəf alır. Doğrudurmu? İsrail hədəf alır. Və bu zamanda yenə bu üç dövlət qarşıdurmanın içərisinə artıq bir növ səmadan izləyirlər. Biz İranın şimalından raket atılması nəticəsində İsraili raket atışları vurulur axı. Bunun Naxçıvanın bəzi bölgələrindən aydın şəkildə səsləri və görüntüləri gəlir. Niyə? Çünki biz deyirik axı, deməli, Azərbaycan, tutalım ki, Azərbaycanın xəritəsi bu olsun, Naxçıvan da bax bura olsun. Düzdürmü? Biz deyirik axı, Azərbaycanın cənubunda və ya cənub-qərbində İran yerləşir. Əgər Azərbaycan cənubunda və ya cənub-qərbində İran yerləşirsə, deməli, İranın şimalında da Azərbaycan yerləşir. Və İranın şimalında da ən çox Azərbaycanın bu cənub bölgəsi və yaxud da ki, Naxçıvan hissəsi. Ələxüsusda Culfa və Sədərək bölgəsindən atılan bu raket atışlarını biz aydın şəkildə səslərini və görüntülərini eşidə bilərik. Bax, istədim ki, bu xəritə ilə sizlərə hər şey ətraflı şəkildə başa salım. Hər şey aydındırmı? Düşünürəm ki, bura qədər hər şey özünüzdə qeyd edə bildiniz. Doğrudurmu? Deməli, bunları qeyd etdikdən sonra baxa bilərik biz başqa nəyə? İndi mən sizə Amerika Birləşmiş Ştatlarının bu məsələdə rolunun haqqında məlumat verəcəm. Amma istəyirəm ki, bu xəritə haqqında biraz daha da ətraflı şəkildə başa düşək. İsraildir, kiçik bir dövlətdir və xəritəsi əsasən buna bənzəyir. Əgər səhv çəkmişəmsə üzr hesab edəsiniz. Aralıq dənizinə söykənir. Yuxarıdan məsafəsi, yəni səmada məsafəsi 1200 kilometrdir. İran budur, 1.648.000 kvadrat kilometr ərazisi malikdir və əsasən şimaldan bir-birlərinə raket atışı ilə məruz qalırlar. Mən burada vurğulamaq istəyirəm Amerika Birləşmiş Ştatlarının bu münaqişədə rolunu. Siz heç fərqinə varmısınızmı? Nəyə görə böyük dövlətlər, məsələn Rusiya, Böyük Britaniya, Almaniya və bu tipdə digər dövlətlər bu məsələyə qarışmır da, öz belə deyək də, bu münaqişəni yatırmaq üçün sadəcə hər iki tərəfi sülhə çağırdığına görə, nəyə görə bu dövlətlər yox, məhz Amerika Birləşmiş Ştatları bu münaqişə yaxından maraqlandırır? Bu nəyə əsasən ola bilər? Biz bu məsələni bir çox hallara görə bağlaya bilərik. İstəyirsiniz, gəlin baxaq. Birinci hal, Amerika ona görə bu məsələdə, belə deyək də, işin içindədir ki, Amerika Orta Şərqdə İsraili özünə ən yaxın tərəfdaş hesab edir və Amerika Birləşmiş Ştatları İsrailə hər il 4 milyard dollarlıq hərbi yardım göstərir. Bu biz birinci səbəb kimi bağlaya bilərik. Deməli nədir? Orta Şərqdə ən yaxın müttəfiqidir. Və 4 milyard təxminən ildə yardım göstərir. Bu birinci səbəbidir. İkinci səbəb də bilirsiniz nə deməkdir? Amerika Birləşmiş Ştatlarından Orta Şərqdə, yəni Küveyt, Bəhreyn və digər bölgələrdə
hərbi bazaları var. Nə var? Hərbi bazaları var. Hərbi bazalar var. Və Amerika Birləşmiş Ştatları bilir ki, İranla İsrail münaqişəsi Orta Şərqdə daha böyük dağıntılara səbəb olacağı hallarda bu bazalarına hər hansı bir təhdid və yaxud da ki, digər məqamlar gələ bilər. Ona görə bu münaqişə onları yaxından maraqlandırır. Əgər üçüncü məqamda biz baxsaq görə bilərik ki, Orta Şərqdə ən çox qaz, neft olduğuna görə və bunların bir növ belə deyək də partlaması, yəni qaz və neftin partlaması, yəni qiymətin partlamasına söhbət gedir. Qaz və neftin qiymətin partlaması Amerika Birləşmiş Ştatlarının daxili iqtisadiyyatına zərər vura biləcəyinə görə Amerika bu məsələni daha yaxından maraqlandırır. Fikrimi sizə izah edə bilirəmmi? Bax, ona görə də ki, Orta Şərqdə qaz, neftin hasilatına, idxalına, ixracına Amerika Birləşmiş Ştatları bu birbaşa yaxından maraqlandırdığına görə, ona görə də ki, bu məsələdə bax bu üç meyara görə biz Amerika Birləşmiş Ştatları İran və İsrail münaqişəsində niyə daha çox can atdığına səbəb kimi göstərə bilərik. Bunları bildikdən sonra biz nəyə baxa bilərik? Bu münaqişə necə yekunlaşacaq? Biz dedik ki, istəsək gəlin bir üzərindən bir daha keçək. Diqqətlə məni dinləyin. Bu münaqişə necə başladı? Bu münaqişə dedik ki, qısaca diqqətlə məni dinləsəz bir daha toparlaya bilərik. Diqqətlə məni dinləyin yoldaşlar. Bu münaqişə necə başladı? Bu münaqişənin başlamasını biz bir çox səbəblər göstərdik. 1. İsrail özünü təhdid hesab edir İranda nüvənin olmasına görə. 2. İsrail Fələstin münaqişəsində İran Fələstini dəstəklədiyinə görə Fələstində Həmas qruplaşmasına, Livanda olan Hizbullah qruplaşmasına, Suriyada olan Bəşər Əsəd əvvəlki qruplaşmalarına texniki, maddi və digər yardımlar göstərdiyinə görə və İsrailə deyirdik ki, İran bu yardımları göstərmə. Lakin bu göstərdiyinə görə bu münaqişənin başlamasının səbəbi 1, nüvə 2 və iki dövlət özünü Orta Şərqdə bir-birinə düşmən hesab etdiyinə görə bu münaqişə başladı. Başlamasının ilk addımı İsrail, İranın şimalında olan Natanz bölgəsinin, yəni nüvə olan bir bölgəsinə raket atışı ilə başlamışdır. 13 iyun 2025-ci il tarixində. Və bu hadisə hələ də davam edir. Bugünkü günə qədər də münaqişə davam edir. Və siz sual verə bilərsiniz və yaxud da ki, sizə elə bir sual verilə bilər ki, bu münaqişə necə yekunlaşacaq? Bu münaqişə necə yekunlaşmasına dair biz bəzi ehtimalları göz önündən keçirə bilərik. Məsələn, göz önündən keçirək nəyi? Göz önündən keçirə bilərik biz, bu münaqişə qısa müddətdə şiddətlənəcək. Qısa müddət ərzində şiddətlənəcək və bununla da yekunlaşacaq. Digər məqama biz göz gəzdirsək görə bilərik ki, bu münaqişə uzun müddətli soyuq müharibə kimi davam edəcək. Və yaxud da ki, biz üçüncü həll kimi görə bilərik ki, diplomatik danışıqlar yolu ilə masa ətrafına tərəflər oturacaqdır. Bax, bu tipli biz üç həll yolunu görə bilərik. Ən çox demək olar ki, bu üç həll yolunda biz bu münaqişənin yekunlaşacağını görə bilərik. Deməli, münaqişə uzun müddət soyuq müharibə dediyim, yəni ki, hər hansısa bir, belə deyək də, bir gündən atəşkəs və 5 gündən bir atəşkəs olacağını demirəm. Ancaq bu şəkildə raket atışları, mülki şəxslərin vəfat etməsi, binaların dağıdılması bu şəkildə davam edəcəyini biz varsaya bilərik. İkinci qısa müddət ərzində şiddətli toqquşma baş verəcəyini biz gözləyə bilərik ki, ya İsrail İrana mı və yaxud da ki, İran İsrailə öldürücü bir həmlə mi hərəkətə keçə bilər. Üçüncü isə diplomatik danışıqlar yolu ilə bu məsələ artıq düşünürəm ki, masa ətrafında olacaqdır. Və bu münaqişənin biz yekunlaşması haqqında da öz fərziyyələrimizi irəli sürdük. Buna əlavə olaraq bizim burada hansı məlumatlarımız qaldı, düşünürəm ki, hər şeyi mən sizin diqqətinizə çatdırdım. Əgər sizin hər hansısa bir bu məsələ ilə bağlı bir sualınız qaldısa, başa düşməyiniz bir hissə varsa, buyurub mənə deyə bilərsiniz, əziz yoldaşlar. Bu video vasitəsilə mən çalışdım ki, sizlərə kifayət qədər məlumatları çatdırım. İsrail-İran münaqişəsinin başlaması səbəbi nə oldu?
niyə başladı, ərazisi, əhalisi və İsrailin ərazisi, əhalisi, baş naziri, prezident hər ikisinə baxdıq. Ölən İran generallarının adlarına baxdıq və yaxud da ki, münaqişənin davam etməsində ölənlər, yaralananlar tərəflərinə baxdıq. Xəritə şəklində biz bunlara baxdıq ki, necə davam edir bu münaqişə və yekunlaşmasına dair də məsələlərə baxdıq. Əziz yoldaşlar, bu videoya baxan hər bir şəxs sizə hər birinizə təşəkkür edirəm. Bu video vasitəsilə mən sizlərə çatdırmaq istəyirəm ki, məhz həmişə maarifləndirici videolarda qalasınız. Gələn dəfə mən sizə bu kimi dünya görüşünə aid məlumatları qeyd edəcəm və artıq biz öyrənirik ki, həqiqətən də bir məsələ haqqında fikir yürütməzdən əvvəl o məsələ haqqında ətraflı şəkildə məlumatımız olsun deyə fikir irəli sürməliyik. Yoxsa öz sözümüzü hardansa nəsə bir söz eşidirik, onu fikir irəli sürməli deyilik. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlar nəticəsində öz fikirlərimizi irəli sürə bilərik. Mən də düşündüm ki, bu video vasitəsilə sizlərə öz fikrinizi irəli sürmək üçün etibarlı mənbəniz artıq oldu. Kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.